Zeynalov Ədalət İsmail oğlu 1969-cu il fevral ayının 14-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olmuşdu. O, Kəlbəcər rayon polis şöbəsində şərəf və polis serjantı rütbəsində xidmət etmişdi. Ədalət Zeynalov 2 yanvar 1994-cü ildə Murovdağ qış əməliyyatı zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdu. Məmmədov Eldar Süleymanoğlu 1967-ci ildə Kəlbəcər rayonunda anadan olub. O, polis baş serjantı rütbəsində xidmət edirdi. 12 fevral 1994-cü ildə Murovdağ qış əməliyyatı zamanı gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdu. Askerov Namiq xan Babaoğlu Azərbaycanın Kəlbəcər rayonundan olan vətənpərvər bir şəxs idi. 1970-ci ildə Kəlbəcər rayonunda anadan olub. O, polis baş serjantı rütbəsində xidmət edirdi. 12 may 1992-ci ildə Kəlbəcər rayonunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdu. Allahverdiyev Famil Heydəroğlu 1964-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Dalqılıclı kəndində anadan olub. Kəlbəcər rayon polis şöbəsinin yol polisi bölməsində, daha sonra polis baş serjantı rütbəsində xidmət edib. Murovdağ qış əməliyyatı başlayan gündən torpaqların müdafiəsi uğrunda döyüşlərdə fəal iştirak edib. 25 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Çiçəkli yüksəkliyi uğrunda döyüşdə şəhid olub. Bayramov Rasim Ələmdaroğlu 1971-ci ildə Kəlbəcər rayonunda anadan olub. Polis baş serjantı rütbəsində xidmət etmişdi. O, 12 fevral 1994-cü ildə Murovdağ qış əməliyyatı zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. 1994-cü ilin fevral ayında Azərbaycan qüvvələri Murov silsiləsini keçərək Kəlbəcər rayonu ərazisinə daxil olmuş və Basar keçər Ağdərə yolunu kəsərək Kəlbəcər Ağdərə Laçın yoluna doğru irəliləmişdi. Həsənov Nəsim Zakiroğlu 10 iyun 1971-ci ildə Kəlbəcər rayonunun Daşbulaq kəndində müəllim ailəsində anadan olmuşdu. O, polis kiçik serjantı rütbəsində xidmət edərək Qarabağ müharibəsi zamanı vətənin müdafiəsi uğrunda döyüşlərdə fəal iştirak etmişdi. Təəssüf ki, 2 yanvar 1994-cü ildə Murovdağ qış əməliyyatı zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Musayev Əyyub Allahverdoğlu Kəlbəcər rayonunun 1963-cü ildə Zəylik kəndində anadan olmuşdu. Polis baş serjantı rütbəsində xidmət edən Əyyub Musayev 1994-cü ilin 25 yanvarında Murovdağ qış əməliyyatı zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. Xəlilov Namiq Rəhimoğlu 1970-ci ilin Kəlbəcər rayonunda anadan olub. Polis baş serjantı rütbəsində xidmət göstərmişdi. 1994-cü ilin fevralın 12-sində Murovdağ qış əməliyyatı zamanı gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidliyə yüksəlmişdi. Balaxanov Suxay Mürsəloğlu 1963-cü ildə Kəlbəcər rayonunda anadan olmuşdu. Polis serjantı rütbəsində xidmət göstərmişdi. O, 1992-ci ilin oktyabr ayının 21-də Ağdərə rayonunda vətən uğrunda döyüşlərdə iştirak edərkən şəhid olmuşdu. Suxay Balaxanovun qəhrəmanlığı və fədakarlığı Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin simvollarından biridir. İbrahimov Vahid Həmidoğlu 1963-cü ildə anadan olub. Polis kiçik serjantı rütbəsində xidmət göstərmişdi. O, 1994-cü ilin fevral ayının 13-cündə Murovdağ qış əməliyyatı zamanı gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdu. Vahid İbrahimovun fədakarlığı və cəsarəti Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə xüsusi yer tutan qəhrəmanlıq nümunəsidir. Ruhu şad olsun və xatirəsi daim yaşadılacaqdır.
Süleymanov Elçin Məhər oğlu 1969-cu ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1986-cı ildə Kəlbəcər rayon 1 nömrəli tam orta məktəbini bitirmişdir. 1987-ci ildə ordu sıralarında olmuşdur. Atası Süleymanov Məhər 1925-ci il təvəllüdlü, anası Süleymanova Həmayıl isə 1932-ci il təvəllüdlüdür. 1994-cü il fevralın 18-i Murovdağ qış əməliyyatı zamanı gedən döyüşlərdə şəhidliyə yüksəlmişdir. Şəhidimiz Zimistan Qurbanov. Qurbanov Zimistan Səfəralı oğlu 1971-ci ildə Kəlbəcər rayonunun Dalqılınclı kəndində anadan olub. Kəlbəcər rayonunun 2 saylı məktəbini bitirdikdən sonra hərbi hissəyə yollanır. 1990-cı ildə hərbi xidmətini Ukraynada olan Zimistan xidməti başa vurmağa 6 ay qalmış məzuniyyətə gəlir, amma geri qayıtmır. 1991-ci ildə könüllü olaraq Kəlbəcər özünü müdafiə batalyonuna yazılır. 1993-cü ildə düşmən Kəlbəcəri işğal edir. Zimistanın ailəsi ilə Ağsuya köçür. 1993-cü ildə Zimistanın rəyi nəticəsində ordumuzun 100 nəfərlik əskəri ölüm təhlükəsindən qurtarılır. Digər əməliyyatda 2 düşmən kəşfiyyatçısını məhv etdi. 1994-cü ildə Kəlbəcəri azad etmək üçün hücuma keçdi. Yanşaq kəndi yaxınlığında gedən döyüşlərdə yüksək rütbəli 5 erməni zabitini əsir götürüb. Qanlıkənd yaxınlığında gedən döyüşdə düşmənin hərbi maşınını ələ keçirərək şəxsi heyəti məhv edir və həmin ərazidə növbəti döyüşə atılır. Mühasirəni yararaq sonadək düşmənin qarşısını alana qədər vuruşur. Lakin bu döyüşdən sağ çıxmır. Cəsədini döyüş meydanından çıxarmaq mümkün olmur. Ölümündən 3 ay sonra ərazilərə baxış keçirən Qızıl Aypara Cəmiyyəti 12 əskərimizin nəşini gətirir. Bu vətən oğullarından biri Zimistan olduğu müəyyənləşdirilir. Cəsədə baxış zamanı məlum olur ki, qollarından, sinəsindən və başından 18 güllə, bədəninin müxtəlif yerlərindən isə 30 qəlpə yarası alıb. 22 yaşı Zimistanın istədiyi qızda var imiş. Zimistanın ən son döyüşündə qardaşı Cavanşir də onunla olub, sağ qalıb. Cavanşirə qardaşının ölümü çox pis təsir edib. Ağsu şəhərində dəfn olunub. Ağsu şəhərinin mərkəzi küçələrindən biri Zimistan Qurbanovun adını daşıyır. Allah rəhmət eləsin, ruhu şad olsun. Amin. Yaddaşlarda daim yaşadılacaqdır. Bu əməliyyatlarda fəal iştirak edən vətənpərvər igidlərimiz torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmişlər. Onların qəhrəmanlığı və fədakarlığı xalqımız tərəfindən daim xatırlanacaq və yüksək qiymətləndiriləcəkdir. Qəhrəmanlarımızın hər biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edərək xalqımızın qəlbində əbədi yaşayacaqlar. Şəhidlərimizin ailəsinə və yaxınlarına başsağlığı diləyir, ruhunun şad olmasını arzulayırıq. Onlar kimi milyonlarca şəhidlərin xatirəsi hər zaman yaddaşımızda qalacaq. Yerlerde, yollarda, dar altında, çöllerde vətən üçün can verdilər. Qayıb gəldi öllərdə. Kəlbəcərin dağları saxlayır izlərini. Şəhid olub polisimiz, şərəflə, qeyrətlə dinlə. Gecə gündüz keşikdə xainlərə sipərdi. Qəlbi dağlar qədər sərt, amma vətənə mehrdi. Adlarını yazır külə, daş üstündə, qar üstə. Onlar ruhla döyüşdülər, qalxdılar al bayrağa. Keşişdə xainlərə sipərdi. Qəlbi dağlar qədər sərt, amma vətənə mehrdi.
Adlarını yazıp küle, daş üstünde kar üstte. Onlar ruhla döyüştüler, kalktılar al bayrağı. Gece gündüz keşişte hainlere siperdi. Kalbi dağlar kadar sert ama vatana meherdi. Adlarını yazıp küle, daş üstünde kar üstte. Onlar ruhla dövüştüler, kalktılar al bayrağa. Adlarını yazıp küle, daş üstünde kar üstte. Onlar ruhla dövüştüler, kalktılar al bayrağa.